Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən mağazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oğurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat verilib. Daxili İşlər Nazirliyindən bildirildi ki, polislərin keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Nahid Süleymanov saxlanılıb. Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib. Faktla bağlı Laçın rayon polis şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Süleymanov barəsində həbs qəti imkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Ağdaşda piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, qəza yuxarı Ləkə ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Ramiz Hacıyev idarə etdiyi VAZ 2101 markalı avtomobillə yolu keçən 59 yaşlı Əvəz Şərifov vurub. Piyada aldığı xəsarətlərdən ilə hadisə yerindəcə ölüb, faktla bağlı araşdırmalar aparılır. Zaqatalada da ölümlə nəticələnən ağır qəza baş verib. Hadisə rayonun Yeni Suvagil kənd ərazisindən keçən hissəsində olub. Belə ki, Chevrolet markalı avtomobili idarə etmədən çıxaraq aşıb, nəticədə nəqliyyatda olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb. Seymur Mehraliyev isə xəsarət alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Ucarda yaşlı qadın evində ölü tapılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə rayonun Qaziyan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Pəri Həmid qızı Əskərovanın meyidi yaşadığı evin həyətində aşkarlanıb. Mərhumun ölüm səbəbi hələlik məlum deyil. Baş vermiş ölüm faktı ilə bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır. Ötən axşam Abşeron rayonu Masazır qəsəbəsi Əlağa Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində 11 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində onu az yaşlı olmaqla 25 nəfər bina sakini binadan təxliyə olunub. Bir nəfər tüstüdən zəhərlənib. Mənzillər və yaşayış binası yanğından tam mühafizə olunub. Türkiyə pop musiqisinin əfsanəvi adı Minik Sərçə ləqəbli Sezen Aksu səhhəti ilə bağlı yayılan xəbərlə sevənlərini üzüb. Türkiyə kütləvi informasiya vasitələri xəbər verir ki, sənətçinin COVID-19 testi müsbət çıxıb. Koronavirusa yoluxan Sezenin Kanlıcadakı evində karantinə girdiyi bildirilir. O bu müddəti evdə həkim nəzarəti altında istirahət edərək keçirəcək.